Salam hörmətli izləyicilər. Bax bu villanı heç bir villa ilə müqayisə eləmir. Çünki doğrudan da tərifə layiqdir və tikintisində indi mən deyəcəm, tərifləyəcəm. Amma indi siz də görürsünüz ki, həqiqətən evə söhbət yoxdur da. Mərdəkanda elit küçələrin birində belə bir möhtəşəm 9 sotun içində həyətdə gördüyünüz o əsl natura mərmərdir. Natura mərmərdir ha. Yəni elə belə burada yəni tikintisində həqiqətən yəni doğrudan keyfiyyətli külçətelləri, zadı hər bir şey. Bir dənə fırın zəhmət olmasa, deməli pultla idarə olunan qapı. Burada skameykası var idi. Daşıma hovuz. Natura mərmərdir ha. Ha. Bu nabliçovkasını çək daşları. Yəni görürsünüz ki, yəni həqiqətən yəni mən tərifləyəcəm, amma möhtəşəm evdir, söhbət yoxdur. Qiymətini gəl bir dənə bura baxaq. Qiymətini videonun aşağı hissəsindən qeyd eləyəcəm. Bura mətbəximizdir, mətbəx mebelində var idi gördüyünüz kimi. Hələ evin içindəki mətbəxi görəcək qadınlar. Mətbəxdən deyəcək, mətbəx elə deyir ki, çıxma çölə çıxma. Elə qal mətbəxdə. O mətbəxə hansısa qadın girsə çıxmayacaq. Demək 400 kvadrat metrdir, monolitlidir təbii ki. Lijankalar, nə bilim hər bir şey var. Teras hissə. 875 mindir start qiymət. 875 min manat. Deməli, burada yerləşir evimizin qarajı. Pultla idarə olunan qapı. Deməli, qabaqda da balkonu var, arxasında da balkonu var. Buradan evin içinə xod var, qapı var. Bir də arxa hissəsini çəkək görsədək. Buyur, operator qardaş, çək görsəd. Gəl. Təzdən qaydaq. Nə gözəl, nə qəşəng. Video roliki bölüşün. Bəyənin işarəsini vurmağı unutmayın, hörmətli izləyicilər. Gəl. Bura teras. Bu da qazanxanadır. Buradan da evin arxasında keçid var. Manqalı da var idi, hörmətli izləyicilər. Bura mətbəxdir. Mətbəxdən də çölə qapı var. Bəyənin düyməsinin işarəsini baxsın, zəhmət olmasa. Kim alsa Allah xeyir versin. Evə söhbət yoxdur. Nə qəşəng, nə gözəl. Gəl. Operator qardaş, buyur, gəl. Keç. Dobro pожаловать. Welcome. Hoş geldin. Bax, bunun arada nə olur? Buralar boşdur. Burada sağda solda dolap, rahat dolap yığdır. Bu çətirlər Ceviz firmasınındır. Ceviz, yəni qaraj hissəyə çıxış. Dediyim kimi, qarajdan maşını saxladınız. Gəl mətbəxinə bax. Ağa, bax, düm ağ mətbəx. Nətər ver? Gəl. Çıxışı görsətdim ki, qapı var. Bura sanuzeldir. İndi gördüyünüz o aksesuarlar qoyulacaq təbii ki. 400 kvadratda. Bax, bura bir yataq otağıdır. Bu otağın sanuzeli var. Bir dənə qonaq otağına baxaq. Qonaq otağımız. Bəli, buradan da arxa tərəfə qapı var. Deməli, birinci mərtəbədə yerləşir bizim bir yataq otağımız və bir qonaq otağımız. Buyur, qalx. İkinci mərtəbə. Buradan bax, balkona qapı var. Otaqlara baxaq, yataq otaqlarına. Bu bir.
Birinci yataq otağı. İkinci mərtəbədə istifoldur. Sanucu. Bu iki. Buradan da balkona qapı var. Buranın özünün sanuculu var. İki. Bu üç. Burada girən kimi qardirob sanucu. Evin arxası. Qonşuda görsənmir, jalüzlə bağlanıb. Çaşdı mən neçə yataq otağı oldu. 6 otaqdır. Bu da sonuncu yataq otağı. Çək görsət. Deməli 1, 2, 3, 4. 4 yataq otağımız ikinci mərtəbədədir və 2 dənə sanuzyolu. Hörmətli izləyicilər, deməli evimizin yerləşmə yeri Qoşaqala restoranının yanında, yaxın bir məsafəsində. Evimizin qiyməti 875 min manatdır. Kimsə deyə bilər, ev əla evdir, əlanın əlası. Zəng eləyin, gəlin, gözləyirəm. Sağ olun.